Hörmətli Tamam xanım, hörmətli tədbir iştirakçıları, əziz şəhid ailələri, əziz qazilərimiz, Zəfər bayramımız mübarək olsun. Bu bizim Azərbaycan xalqının tarixindəki ilk səfər deyil, amma tarixə qızıl hərflərlə yazmamız səfərdir. Uzun illər düşmən tapdağı altında olan və əsrlərcə istismara məruz qalan torpaqlarımız bugün tam azaddır. Və tarixin bu dönəmində Azərbaycan dövləti regionun ən güclü dövlətinə çevrildi. Təbii ki, bunu bilən düşmən istəməzdi ki, bizimlə döyüş meydanında üz-üzə gəlsin. Ona görə bəzi beynəlxalq təşkilatların, o cümlədən hamımıza çox yaxşı adı bəlli olan ATƏT-in Minsk qrupu vasitəsilə siyasi manipulyasiyalara başladılar. Və onlar yeni təxribatlar, bizim ordumuza ziyan vurmaq, əskərlərimizi öldürmək üçün heç bir an mənfi düşmən dayanmadı. Və Azərbaycan ordusu Zəfər Ali Başkomandanın əmri ilə torpaqlarımızın işğaldan azad olunması əməliyyatına başladı. Birinci Vətən müharibəsi 44 gün çəkdi. Azərbaycan ictimai siyasəti ölümdür, müharibə itkidir, müharibə yaradır, əziyyətdir. Ancaq bizim müharibəmiz müqəddəs idi. Niyə? Biz öz torpaqlarımızı geri qaytarmaq üçün vuruşurduq. Bizə başqa heç kimin torpağı lazım deyildi. Biz öz ərazimizdə, öz torpaqlarımız uğrunda vuruşurduq. Və biz müharibənin birinci günündən bu müharibədə qələbəyə əmin idik. Nəyə görə? Bizim liderimiz var idi. Bizim ali başkomandanımız var idi. Və biz bilirdik ki, o bizi qələbəyə aparacaq. Və bizim öz liderinin, ordusunun arxasında dayanan qəhrəman xalqımız var idi. Və bu üç amil birləşdi. Və bu səfər bizə həmişə müşahidə edəcək. Biz tutduğu həmin o partadı, yolu, silahı, əlində tutduğu qələm dəftəridir. Həkimin səngəri iş yeridir, mənim səngərim məktəbdir. Yəni kim ölüşdü vicdanla görürsə,
Azərbaycan, şərəfim, şöhrətim, şanım. Mənim Azərbaycanım, şərəfim, şöhrətim, şanım. Harda vardır belə dağlar, harda vardır belə dağlar. Harda vardır belə dağlar, harda vardır belə dağlar. Biz hətin dost ilə bağlar, mənim Azərbaycanım, şərəfim, şöhrətim, şanım. Mənim Azərbaycanım, şərəfim, şöhrətim, şanım. Esirgemez töhfəsin min neymətli bəhrəsin, esirgemez töhfəsin min neymətli bəhrəsin. Dostlar açar süfrəsin mənim Azərbaycanım, şərəfim, şöhrətim, şanım. Mənim Azərbaycanım, şərəfim, şöhrətim, şanım. Yayda güneş olsun, kışda qar olsun, çiçəksiz olmasın yazımız bizim. Dünyanı dolanan kaman tar olsun, sinədən düşməsin sazımız bizim. Milli isimizdir hər adətimiz. Milli isimizdir hər adətimiz, ürəkdə eşqimiz, hərarətimiz. Dünyaya məlumdur cəsarətimiz, Azərbaycandır adımız bizim. Ucalan bayrağım bir daha yenməz. Ucalan bayrağım bir daha yenməz. Ürək bölünsə də vətən bölünməz. Alovu tükənməz, odu tükənməz. Alovu alovu tükənməz, odu tükənməz. Odlar diyarıdır, odlar diyarıdır, yurdumuz bizim. Mənim Azərbaycanım, şərəfim, şöhrətim, şanım. 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 44 günə düşmənindən öc aldın. Azərbaycan, zəfər günün mübarək. Zirvələri bayraq ucaldın. Azərbaycan, zəfər günün mübarək. Səni məğlub sanan dünya bildi ki, Azərbaycan ölkə deyil dünənki. Boynundakı indi zəfər çənənki. Azərbaycan, zəfər günün mübarək. Mənfur düşman məğlub oldu, xar oldu. Acizliği dört bir yana çar oldu. Elim, obam, yurt yuvamda var oldu. Azərbaycan, zəfər günün mübarək. Azərbaycan, zəfər günün